Növbəti sujetimizdə Xırdalan bazarındakı acınacaqlı vəziyyəti göstərəcəyik. Təsəvvür eləyin ki, bazarda açıq şəraitdə satılan toyuqları sintetik maddə ilə rəngləyərək kənd toyuğu adı ilə müştərilərə təklif eləyirlər. Elə əməkdaşımız Rəşad Vəkiloğlu da Xırdalan bazarında olub. Gəlin sözü gedən acınacaqlı vəziyyətlə bağlı sujet izləyək. Kənd toyuğudur, yox, broiler deyil, kənd toyuqlardır. Masazırdan başqa vaxtlar gəlirdi, indi zaddan gəlir, acı kənddən. Masazırdan niyə gəlmir? Bilmirəm niyə gəlmir, xəbərim yoxdur. Bayrama görə gətirmirəm. Bu vəziyyətdə ət və ət məhsullarının satılması qadağandır və eyni zamanda təhlükəlidir. Ədədi 8 manat olan bu toyuqlar alıcılara Xırdalan bazarında kənd toyuğu adı ilə təqdim olunur. Çoxları bu məhsulların broilerlərdə yetişdirildiyini bilir. Rəngi bilirəm ki, sarıya salırlar, nəsə sarı kökə salırlar, nəyə salırlar. Amma belə baxanda bilinir də yəqin ki, bu kənd toyuğu deyilir. Lakin satıcıların bu hiləsinə inanıb broiler məhsullarını kənd toyuğu adı ilə bəhbəhlə yeyənlər də az deyil. Gəlib özüm öz həyatımda masajda yaşayıram. Özüm kəsmişəm, özüm gətirmişəm. Bu toyuqların kənddən gətirildiyini, yəni təbii şəraitdə bezərildiyini bizə inandırmağa çalışan bəzi satıcılar digər tez xarab olmayan məhsullar kimi toyuq ətlərində açıq şəraitdə heç bir gigiyenik qaydalara əməl olunmadan satışını həyata keçirirlər. Xırdalan bazarında toyuq və toyuq məhsulları antisantar vəziyyətdə satılır. Toyuq məhsulları soyuducuda müəyyən temperaturda saxlanılaraq satış həyata keçirilməlidir. Bu bazarda ümumi vəziyyət ürəkaçan deyil. Əgər elə olmasaydı, bir çox satıcılar toyuqları bazara daxil olan yüzlərlə insanın ayağı altında deyil, soyuducularda və buz dolablarında saxlamaqla satış həyata keçirərdi. Olmaz toyuğu açıq vəziyyətdə, həm də bazarın girişi ayaq altında. Düzgündə ölən vaxtda daha eləmərəm, daha qoymaram, götürərəm indi. Toyuq çalatıcada alır. Xeyr. Niyə? O min də mikrob yatır onun üstünə, milçək oturur. Yəni hamısı bakteriyalardır, hamısı. Açıq şəraitdə mən elə gəlir ki, heç bir şey almaq düzgün deyil. Özünü bazarın rəhbərliyi kimi təqdim edən bu şəxs isə bəzi satıcıların gigiyenik qaydalara riayət etmədən toyuq məhsullarının antisantar vəziyyətdə satılmasına nəzarət etmək əvəzinə bizim bu mənzərəyə göz yummağımıza çalışırdı. Ha yığışdır da, bir də yığışdır da onu da. Bir dənə göstərə bilərsə o kənd toyuğunun sənədləri. Kağızı var hamısı. Yığışdır onu, sən kimcə də verib əlçək. Yığışdır çok kamera. Başına qışqırmır. Bir daha sən məni çəkmə lazımdır. Bəs bazarlarda toyuq məhsulları hansı şəraitdə satılmalıdır? Bazar rəhbərliyi alıcıya məhsulu tam təhlükəsiz şəkildə təqdim etmək üçün müvafiq şərait yaratmalıdır. Bazarda yüksək risk qrupuna aid olan ət, toyuq, balıq, süd məhsulları alıcıya təhlükəsiz, müvafiq sanitar normaya uyğun şəkildə təqdim olunmalıdır. Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan yoxlama nəzarət tədbirləri bazarlarda neqativ halların üzə çıxarılması və ifşa edilməsi məqsədi daşıyır və bu addımlar istehlakçıların sağlamlığının qorunması və təhlükəsiz qida ilə təmin olunmasına yönəlib. Qida Təhlükəsizliyi Agentliyi bazar rəhbərlərini məsuliyyətə dəvət edərək xəbərdarlıq edir ki, ərzaq bazarlarında yenidən qurma işləri görülməli, satış obyektləri gigiyenik qaydalara tam uyğunlaşdırılmalı, tullantılar vaxtında təmizlənməli, məhsulların düzgün şəraitdə saxlanılması, satışı təmin olunmalıdır. Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi Abşeron rayonu ərazisində həm qanunsuz fəaliyyət göstərən, həm də toyuqları sintetik maddə ilə boyayan şəxslərin fəaliyyətinin qarşısını alaraq onları inzibati məsuliyyətə cəlb edib. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.